yüreğimiz yanacak. Verdiğin âli tesir bizimle kalacak. Geldim ve muasir geleceği var. İktisat adını bizi kaldıran, birbirine destek mezunlar olar. Maliyeci muhasip gelini sayar. Enteni koruyan pazarı kurar. Komersiye ve biznes onu artırar. Dizayn, informatika rakamsal eder. Binler fikre dünyaya adımız gider. İktisat havası, iktisat kalbi, geçmişten geleceğe olacak köprü. İktisat senin için yüreğimiz yanacak. Verdiğin âli tesir bizimle kalacak. İktisat havası, iktisat kalbi, geçmişten geleceğe olacak köprü. Azerbaycan'ın fəxri keçid doğma dünya. Fərqli universitet tələbəyə dayan. Azerbaycan'ın fəxri keçid doğma dünya. Fərqli universitet tələbəyə dayan.
Bəzən mənə elə gəlir ki, mənim tələbə yoldaşlarımdan yoxdur. Olsa da çox az olardı. Mənim tələbə yoldaşlarım özlərinə qarşı məndə o qədər mehr, məhəbbət, sevgi, sayğı, hörmət, izzət qazanıblar ki, adiliyin fövqündə dayanan bu xüsusi xoş münasibət məni nəzmə, nəğməyə şövq etdi, cəzb etdi. Nəticədə onların layiq olduqlarına yaxın da olsa vəsf etmək, rəsm etmək və tərənnüm etmək üçün təbim gəldi və şeirə bənzər kiçik bir cızmaqara elədim. Mahnıya oxşar kiçik bir bəstə yaratdım. Nə yaxşı ki, şu müəllimlər mənim qismətimə düşüb. Tələbə yoldaşlarım, çox şükürlər ki, siz mənim tələbə yoldaşlarım olmuşsunuz. Ona görə də mən tələbə yoldaşınız, qara bəndəniz Etibar Əhmədov bu kiçik şeirimi və nəğməmi böyük sevgilərlə siz böyük tələbə yoldaşlarıma ithaf edirəm. Tələbə yoldaşlarım, ali məktəbdən qalan ən əyərli qızılım, bir diplomum bir də siz, tələbə yoldaşlarım, ali məktəbdən qalan ən dəyərli faydamdır. Tələbə yoldaşlarım yox, tələbə dostlarımdır, tələbə yoldaşlarım. Telman böyük dünyadır, Con gülməli dəryadır, Rövşən geri qalmazdır, Əlidən heç olmazdır, tələbə yoldaşlarım. Gözəlov adından gözəl, Ərşad Alban əsilli ər, Tənha qaldı bu dilbər, Arxa dayaq Ələsgər, tələbə yoldaşlarım. İsmail Himalaydır, Qardaşxan Pamirimdir, Akifim Qafqazımdır, hərəsi bir dağımdır, tələbə yoldaşlarım. Hərəsi bir dağımdır, tələbə yoldaşlarım, tələbə yoldaşlarım. Suala nəqli cümlə ilə cavab verirlər. Sual cümləsini yox. O bu kimdir? Ay Allah sizə. Operator, unikal. Hoş gördük, təbrik edirəm. Necəsən, nə var, nə yox? 45 ildə haradasan, ay Taməllah xanım? Bir də işte. Ay Taməllah xanım, haradasan? Bu kimdir? Bəs bu kimdir? Şakirə oxşuyur. Qubalı Şakirə. Şakirə var. Demək sən hətta bir nitqadakı Türkiyədə. Bəs o birisi isə o heç. Bəs bu kimdir? Xanım kimdir, xanım? 42 Sağlar. Aynı düzdür, bakıyor. Gəl bəli, orada bağlamayaq. Ötərsin. Nə vardı yox? Şükür. Əməyin iqtisadiyyatı. Söhbət gördüyə zəhmət çək. Yani neler filmde bende. Sağ olun, necə sayın var? Elman bir o çekili. Şekili. Bilirsin kəlimi işliyor. Salpoz şəki. Tamella. Anvella. Gəncə, Tamella, Ağdaş, Mingəçevir. Mingəçevir. Nevelerim Pis ola bilməzsiniz də. Bugün 45 illik bayramımızdır da bizim demək olar ki. Ona görə də sizin pis olma, hətta xəstə olsanız da belə yalnız özünüzü yaxşıya köçürməlisiniz. Bir-birini tanıya bildiğiniz, şəhəri tanıya bildiğiniz, yoxsa gözümün rəngi dəyərli. Gözüm də o vaxtda.
Salağa görmüş. Hansı rayonlusun ki? Salyan, ha. Sağ olun. Çok sağ olun. Yürüyün yavrum şey. Her birini siz yapın. Allah ömür versin. Sakip Hanım yoldaşı. Kamil Hanım Elman Hanı. Elman ne bildin orada? Razılaştık. Razılaştırır. İçini fəri. Gidelim oturan da. Yanından götürün gidelim. Geçlerden götürün gidelim. Sen bir burada Görüşürüz. İşte de onun ailesi. Sağ ol. Adın Səhmi Fatih'lə. Müəllimlə görür. Mən Cəfərə gedəm. Yevla. Amella. 28'den. Getdik. Gedək aşağı. Gəlmə. Bir ay sonra. Şimdi bir rahatsız. Neden sen derim artık. Yaxşı. Əsəd Dilbazdan sonra kim olsun ki? Sən bir dənə barmağı istat, kömək elə. Ona kırmızı. Bir dənə barmağı istat, kömək. Nə olur, kömək eləyin. Ala buna kırmızı. Siz kardeş kalmalısınız. Sana destek. Sana demiş olarsınız. Siz ayrı ayrı gruptalar. Ayrı ayrı. Səndə bir şey var. Ola bilər. Ben bir kere o gelin bu kişilerden biliyorum. Hə, bax, bəzəndən görüntü yazır. Belə. Hani böyle gül ses tutsun. Gel yavaş, Celal, ehtiyat ol. Gelin görek yavaş yavaş gidelim. Görüş daimdir. Artık zəhmət olsa görüş daimdir. Məcbur şükür. Gel maşallah. Abla kimindir? Maşallah. Şurada qayıtdı ki, Cengiz değil. Rəhmətli Əzim abi, Cengiz Əzradə bir Cengiz. Yani maşallah. Böyük Azərbaycanlı. Gəlin. Bu millətin formalaşması üçün hətta bir dövlət səviyyəsində, bir dövlət qədər iş görmüş bir insandır. Hacı Zeynalabdin Tağıyev bu millətin formalaşdırmasında, təşəkkülündə, inkişafında
müstəsna xidmətləri olubdur. Ona görə də elə icazənizlə, Ərşad qardaş, icazənizlə bugünkü məzunlar, 45 illik məzunlarla görüşümüzü məhz Hacının heykəlini ziyarət etməklə başlayardıq və onun xatirəsinə ehtiram əlaməti olaraq bir dəstək gül çiçək dəstək. Çox təəssüf edirəm ki, bu boyda şəxsiyyətin heykəlinin qarşısına gül qoymaq üçün bir postamentdə qoyulur. Yerdə qoy. O çox... Niyə tapmadın? Aynen. Namik Əliyev gəlmədi. Namik Əliyev söndürdə telefonu. Ben bilmem. Aktarış verdiler, gördüler işte. Deyirəm ona, şey deyil, sən demişdin. Alamaniya var. Ehtiyatlı. Aşağı Berlin Fransa'da kimin? Berlin Fransa'da. Ayda dırdığımız yerdesən də. Bu konuda korkuyorlar. Ama en balaca Firdevsi. Gel orada insan. Tamam, açık görmedim. Ora açıqdır. Ora açılıb da. Gedək, ya. Hoş gördük. Ey bizim doğma İqtisad Universitetimiz. Bəh, 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 binaların möhtəşəmliyinə baxın. Ey bizim hörmətli müəllimlərimiz və əziz tələbə yoldaşlarımız. Bugün 2026-cı il may ayının 9-unda 45 ildən sonra bizim üçün müqəddəs elm və təhsil məbədi saydığımız İqtisad Universitetinə məzunlarla görüşə, ziyarətə gəlmişik. Odur ki, hamınız bax bu görüşə xoş gəlmişsiniz. Arzulayaq ki, gəlin bir yerdə hamılıqla arzulayaq ki, bugünkü, bax bizim üçün əlamətdar olan bu görüş uğurlu olsun, xeyirli olsun, mübarək olsun və bu ziyarətiniz də qəbul olunsun. Elə düşünürəm ki, icazənizlə bugünkü məzunlarla görüşümüzü məhz bu müqəddəs məkandan, şəhidlər güşəsindən start verək, başlayaq. Yadınızdadırsa, bundan əvvəlki görüşdə, 9 il bundan əvvəl məzunlarla görüşdə 2017-ci ildə biz bax bu universitetimizə məzunlarla görüşə gələrkən torpaqlarımız işğal altındaydı. Nəhayət bu görüşümüzdə isə çox şükürlər olsun ki, torpaqlarımız işğal altından artıq çıxmışdır və bizim bu görüşümüz artıq bütün Azərbaycan torpaqlarının belə azadlığı dövrünə təsadüf edir. Odur ki, Azərbaycanımız, vətənimiz uğrunda canını qurban vermiş bütün cümlə şəhidlərimizin, ulu öndərimiz Heydər Əliyev də daxil olmaqla öz əcəli ilə dünyasını dəyişmiş bütün böyük vətən fədailərimizin, ha belə bu universitetimizdən dünyasını dəyişmiş bütün müəllim və tələbə yoldaşlarımızın hamısının əziz, doğma, unudulmaz, işıqlı, müqəddəs xatirəsinə ehtiram əlaməti olaraq sizin hər birinizdən bir dəqiqəli sükut almağı xahiş edirəm. Allah rəhmət eləsin. İndi isə gəlin ziyarət edəyən bir yerdə. Telefonları söndürün. Evet telefonu. Mümkün öyle. Gel. Bir tek.
Hara gedir? Özün bunlara beğendir. insanları koymuyorlar. Talebelerin seçildi. Ha, içeri keçir, bəli. Bir de zengiledim. Tamam ay. Buranı 96'ya kimi 90'dan 96'ya kimi İranlı bir biznesmeşdir. Ne var? Şükür maşallah. Yaxşı. Tam hazırlıklı gelmişsin. Maşallah. Çünkü azıktı burada. Deməli, mən İtaliyada səfərdə olduğuna görə onun xahişi qırmızı çox ləyaqətli bir kişidir, çox gözəl bir insandır, həddindən ziyadə. Sağ Və olun. ona görə də cənab rektor öz komandasından məsləhət bilib ki, Şahid müəllim bizimlə, sizinlə görürsün. Şahid müəllim həm Talib müəllim, həm də mən bizim yaxın dostumuz. Gözəl insanız. Mən çox şadam ki, bu gün elə biz hamımız bir yerdə Şahid müəllimlə görüşürük. İndi etibar haradadır? Gəlsin. Gəlir. Çox, mən 27 bu il istifadə etdim. Sonra mən getmişəm, başqa yerdə işləmişəm. Bizim ən çox gördüyümüz insan Şahid müəllimdir. Şahid müəllim bu kişidir, gələn bu kişidir. Yani çok sağ olun. İsterseniz stollar. Gəl bura, gəl. Elə mən 77-ci də universitetə girən ikən Heydər Əliyev bizi qəbul edib və inaqorodnik olmuşam mən. Məni göndərən vaxt verdiyi paqqadır və 50 manat pul verir, bloknot, ruçka verir. Gəldi, çıxış elədi Lenin sarayında, indi özünün adına olan sarayda çıxış elədi. Bax, o vaxtdan mən 50 ildir ki saxlayam. Bize verirsiniz bunu. Verərəm, verməm. Yok, istemiyorum. Yapmanız birden böyle bir şey için saklayırsınız. Mənim, bu siz auditoriyada davamiyyəti yoxlayarsın. Yani yoklayacağım. Ha, yoxlayacaq Allah. İndi təşəkkürlər. Etvar müəllim proqramı elan edir, ona görə. Hə, təxminən. Bu bizim tələbə yoldaşlarımızın adları, telefon nömrələri, doğum tarixi, dünyasını dəyişənlərin anım günün tarixləri, dünyasını dəyişənlərin övladlarının telefon nömrələri. Bu mən Qara bəndəniz, zavallı Qara bəndənizin tələbəlik dövründə yazdığı gündəlikdir. Təhsil siz demirsiniz, qara bəndə, özünə deyim. Bütün sətirləri özdə qısa hərflərlə hər sətri doldurmuşam, bilmirəm daha. Siz qrup nümayəndəsi olun. Yox, mən sadəcə vətəndaş olmanı nə qədər alınır, bilmirəm. Bir dəqiqə müəllim, Talib müəllim sözünü tarsın. Buyursunlar, başlayın özü istəyirəm. Mən çox uzun istəyirəm, söhbət edeyim Şahid müəllim haqqında. Yeganə bir insan idi ki, heç vaxtı bir belə özünü kimdənsə yuxarı tutmazdı. Özü də biz də cavan idi. Şahid müəllim indi qocalıb, biz cavan qalmışıq. Amma Şahid müəllim bizim üçün çox əziz bir qardaş olur. Allah olmaq etsin. Gün o qara bəndənizə, o qara bəndənizə, bizim tələbələrimizə olan Etibar müəllimə təşəkkür edirəm ki,
bizi çox maraqlı bir gün yaşatdı. Eyni zamanda Şahid müəllimə bizi görüşdürdü. Ona görə təşəkkür edirəm. Sağ olun. İnanın, baxınız tam səmimi, pafosdan kənar olsun. Müəllimlərə hədiyyələriniz biraz başdan da biraz istəyirəm olsun. Mən təxminən uşaqla mart ayının 19-da elektron məktub vermişdim. Göndərmişdim. 81-ci il məzunları. Doğrudan da bu günlərim gözəl bir gündür. Mən yenidən sizi bu universitetin binasında, universitetin koridorlarında, indi auditoriyasında, bu zalda görməkdən böyük şərəf duyuram ki, yəni sizinlə biz bir yerdəyik. Həqiqətən də bu böyük bir, bizim üçün də belə bir uğurdur ki, bizim məzunlarımız, bizim universiteti yəni unutmurlar. Yəni bu bağlılığı yüksək qiymətləndirən. Məzun universitetlə bağlı olmalıdır əslində. Biz həmişə məzunlarımızla fəxr eləmişik. Mən onu qeyd edeyim ki, yəni bizdə, yəni bilirsiniz özünüzdəndir, yəni sizin nə qədər tələbə yoldaşlarınız ölkəmizin demək olar ki, bütün maliyyə, iqtisadiyyat, dövlət idarəsi sistemində nə qədər fəxr olunması məzunlarımız var. Biz onları, həmişə onlarla fəxr eləmişik, həmişə də qiymətləndirmişik, bizim tədbirlərə də dəvət eləmişik. Amma mən açıq deyəcəm, bugünkü bu təntənəli bir gəlməni, görüşü mən gözləmirdim. Açıq deyirəm yəni buna. Bu cür nə, yəni xüsusi bunu həvəslə, şövqlə hazırlamışsınız. İndi təşkilatçı mən belə hesab edirəm ki, belə görürəm ki, deyəsən Etibar müəllimdir. Etibar müəllim sağ olsun. Deyəsən siz də etibardır. Bəli, yəni bu qrupu, bəlkə də bu qrupu yaşadan, o kişinin təşkilatçılığı, o kişinin də əziyyətidir. bəlkə də bu ənənəni yaşadan hər il 9 mayda bu görüşün keçirilməsini, yəni bizə gəlməsəniz də universitetə bu görüşü sizinlə bir yerdə yaşadan adam, yəni odur, onun xidmətləridir. Mən belə görürəm. Bəlkə də mən artıq... Yox, onu deməzdim, mən onu deməzdim. Bu dəfəkini bir dəfə. Tutaranda hamının yekdil rəyi olur ki, 9 mayda görüşəcək. Onun da mənim təşəkkür deyil. O bütün qruplarda var. Amma onu yaşadan daim dəvət edir. Yox, o da koordinatör. Bu dəfə. Amma bunu bir dənə bu təşkilat, bugünkü tədbir, bugünkü yığılma mövzusu tamamilə onun əziyyəti, təşəbbüsü və təşkilatçılığı. buna görə Artıq ənənə halını alıb. Biz 9 mayda 45-də görüşürük. Və heç kimə də zəng olmur. Gələn gəlir, gəlməyən də sağ olsun. Yəni, həqiqətən də bu möhtəşəm bir gəlişmə oldu. Tədbir məzunluğu həqiqətən də belə bir şey oldu. Mən buna görə hamınıza öz təşəkkürümü bildirirəm. Mən universitet haqqında qısaca, yəni yəqin ki, uğurlarımız haqqında müəyyən məlumatlarınız var. Universitetimiz bilirsiniz ki, son illərdə böyük inkişaf yolu keçib. Həqiqətən də yəni bu danılmaz faktlar, bunların arxasında rəqəmlər durur ki, yəni bizim universitet son illərdə, bax, təsəvvür eləyin, bütün dünyanın reyting agentliklərinin qiymətləndirməsində Azərbaycanda yeganə, ilk, Avropada müəyyən yerlər var, 14 var, 10 var, 5 var, müəyyən sahələrdə, Avropada bəzi reyting göstəriciləri üzrə hətta birinci yerdə var, Zaqafqaziyada birincidir. Yəni, çox belə dünyanın böyük reytinglərində yəni, biz üstünlük təşkil edirik. Ən yüksəyi isə dünyanın top universiteti sırasında, yəni 700-800-cü sırada olmağımız, yəni Azərbaycandan yeganə, yəni universitet olaraq top 1000-ə düşən universitet bizim universitetimizdir. Digər universitetlərimiz, yəni Azərbaycanın digər universitetləri deyərdim ki, bizdən 600-700 universitet sonra başlayır. Yəni beləsinədir. Yəni bu da aparılan son illərdə aparılan işlərin nəticəsidir. Məlumat üçün onu da bildirim ki, universitetdə 4 dildə yəni tədris aparılır. Rus, Türk, İngilis, Azərbaycan dilində tədris aparılır. 21 minə yaxın artıq tələbəmiz var. 25 təhsil proqramı üzrə kadr hazırlığı aparılır, bakalavr, 94 isə magistr proqramı üzrə kadr hazırlığı aparılır. Çox saylı universitetimizdə bizim xarici tələbələr təhsil alır. Demək olar ki, 600 üstlədir, yəni 600-dən artıqdır. Bu da beynəlləşmə prosesində bizə böyük dəstəkdir, həm də reyting göstəricilərimizə böyük təsirdir. Universitet demək olar ki, tam rəqəmsallaşdırılır. Universitetdə indi bilmirəm, siz müəyyən məlumatınız var, əvvəlki görüşünüzdə görmüsünüz, bilmirəm. Yəni, böyük demək olar ki, bizim UNEC Extern mərkəzi var, 10 mindən artıq tələbəyə eyni anda elektron təhsil vermə imkanına malikdir. Yəni, təkcə bizim UNEC Extern mərkəzi.
Eyni zamanda 7 gün 24 kitabxanadır ki, yəni bizdə bütün gecə boyu, yəni orada bizim işçilər çalışır. Mən sizə deyərdim ki, deyərdiniz ki, bəs tələbələr orada heç necə gecə gəlirlər. Çox tələbə gəlir, yəni orada günün 24 saatı ərzində o xidmətdən istifadə edə bilirlər. Və orada müəyyən biz onlara çay, kofe, yəni pulsuz olaraq biz onlara təşkil edirik ki, uşaqlar, hətta müəyyən buterbrod da yəni verilir ki, tələbələr orada yəni o xidmətdən istifadə edə bilsinlər. Demək olar ki, təhsil tamamilə rəqəmsallaşdırılıb. Bizdə yəni əvvəllər gördüyünüz o jurnal, indi Etibar müəllim burada qeyd elədi ki, jurnalla girib yoxlama, artıq o proses bizdə yoxdur. İstənilən bir yəni, əməkdaş yaxud tələbə olsun, bizim universitetin qapılarından içəri girəndə avtomatik rejimdə müəyyən sistemlərdə onlar hamısı görsənir. Və müəllim gəlib auditoriyaya girəndə jurnalın yoxlanması, onun bütün mühazirələri, müəllim kabineti var, xüsusi şifrə ilə müəllim orada daxil olur, həmin qrupun jurnalları açılır və orada müəyyən qeydiyyatını və qiymətləndirməni də apara bilir və orada mühazirələri də hamısı yerləşdirilir. Və tələbələrin məlumatlandırması sistemi bizdə Eduman, bizdə ümumiyyətlə bütün istəyir kargüzarlıq sistemi, istərsə də tələbələrlə aparılan işlər Eduman platforma var. Eduman platforma vasitəsilə tələbələrə istənilən bir məlumat, yəni girib hardasa elan eləməyə ehtiyac yoxdur. Tələbənin telefonuna məlumatlar gəlir. Onun kəsri barədə, onun bütün nə problem var, hamısı, yeniliklər barədə, demək olar ki, bütün məlumatlar tam onun kabinetinə və məxfi olaraq o, həmin kabinetdən öz məlumatlarını əldə edə bilir. Demək olar ki, yəni bu ilə bağlı bizdə heç bir problem yoxdur tələbə ilə bu məsələlərin həllində. Eyni zamanda tələbə işləri mərkəzi yaradılıb ki, tələbə gedib hər hansı bir fakültədə, dekanlıqda gedib özü üçün arayışı, hər hansı bir akademik arayışı almağa, transkript almağa, belə bir şey, istənilən bir arayışı almağa ehtiyac yoxdur. Özü, məsəl üçün, kabinetinə daxil olur, kabinet vasitəsilə müraciət edir və o arayışı elektron formada əldə edib, əgər lazımdır ona, kağız üzərinə çıxardıb, lazım aidiyyəti üzrə təqdim edir. Mən deyərdim ki, bizim universitet Azərbaycanda, bəlkə də mən digər bir ali məktəb ola bilər, hansısa səviyyədə var, amma bizim universitetdə bu sahə tam elektronlaşdırılıb. Yəni, universitet tam elektron universitet olaraq fəaliyyət göstərir. Bizim bütün işlərimiz, şarjlarlıq işi, sənədləşmə işləri, bütün hamısı demək olar ki, elektron platforma üzərindən həyata keçirilir. Və universitetimiz bizim beynəlxalq əlaqələrlə bağlı onu qeyd edeyim ki, demək olar ki, çox sayılı bizim ikili diplom proqramlarımız var. Müəyyən kredit sistemi ilə bağlı, məsəl üçün, hər hansı bir beynəlxalq kredit sistemindən yararlanmaq üçün müəyyən ali məktəblərlə bizim əməkdaşlıq müqavilələrimiz var. Demək olar ki, dünyanın ən üstün universitetləri ilə bizim əməkdaşlıq əlaqələrimiz var, onlarla əməkdaşlıq eləyirik. Bizim müəllimlər göndərilir, ora, onlardan bizə, bizim tələbələrimiz orada gedib oxuyurlar və gəlirlər və ikili diplom olaraq, məsələn, bizim Fransa Montpellier Universiteti ilə çox uzun müddətdir ki, artıq bizim tələbələr orada gedirlər, bir il qalırlar və orada təhsillərini davam etdirib, gəlib burada ikili diplom alırlar. Bundan başqa iki diplom alırlar. Bundan başqa bizim universitet daxili audit proqramı deyilir. Yəni, universitetdə bu sistem vaxtınızda olmayıb. Heç bir ali məktəbdə də bu yoxdur. Universitet daxili ikili diplom var. Məsəl üçün, tələbə qəbul olur birinci kursda maliyyə üzrə. İstəyir ki, bu marketinq üzrə də oxusun, eyni universitet, yəni universitetin içində oxusun və həm qutaranda həm maliyyə sahəsində, həm marketinq sahəsində diplom əldə edə bilirlər. Yəni, tələbə bizdə alt qrup deyilən, yəni qrup yazılır, hansı ki, maliyyədə tədris olunur və marketinq üzrə oxuyur, burada tədris olmayan, bir var, ümumi hamısında tədris olunur. Bir də ki, marketinq üzrə tutalım, tədris olunan fənləri götürür, orada hazırlaşır, onun dərslərində oturur, imtahanlarını verir və sonunda 2 diplom alır. Biz demək olar ki, hər il bu ilə bağlı bir 20-yə yaxın tələbə bizdə bununla bağlı, yəni ikili diploma qutarır, 2 diplom alır. Yəni bu da heç bir universitetdə olmayan bir şeydir ki, biz bunu təmin edə bilirik. Tələbə 2 diplomla qutardı, müəyyən yerdə işləmək üçün maliyyə sahəsini seçə bilər, marketing, menecment, informasiya texnologiyaları, dizayn,
statistika, yəni istənilən bir ixtisası seçib o ikili diplomu əldə edə bilər. Və demək olar ki, bizim universitetdə, yəni mən deyim ki, bu gün budur. Bizim universitetin üstünlüyü odur ki, universitetdə hər gün, hər ay yenilənmə var. Və bu gün sizə bunu dedik, gələn ay başqa bir yenilik ola bilər. Demək olar ki, bizdə bu statik yox, dinamik formada inkişaf edir. Əməkdaşların bizdə əmək haqqı ilə bağlı, onların sosial təminatı ilə bağlı, təbii ki, bu ümumi bizdə müəyyən işlər aparılır. Onların, məsəl üçün, bizdə tutalım, əməkdaşlar istəyərsə, məsəl üçün, kimsə öz üzərində istəyir, işləyir, elmi nəticələri olan alimlərimiz bizdə elm sahəsində ayrıca 100-lik bizdə diferensial əmək haqqı sistemi mövcuddur ki, orada əməkdaşlar hər hansı bir dünya reyting jurnallarında, dünyanın Scopus'da, Web of Science'da, müxtəlif jurnallarda onun dərc edilmiş məqalələrini təqdim etməklə, məqalələrinə görə, siz təsəvvür edin, bir məqaləyə görə 4000 manat biz əlavə, ancaq məqalənin dərcinə görə biz pul veririk. Və gəlib o reytinqə düşəndə, dalım 10-luqda düşəndə, məsəl üçün, əmək haqqı 1500 manatsa, 2000 manatsa 4000 manat maaş ala bilir. Yəni, bu 100-lik bizdə var, yəni bu sistem tətbiq olunur, artıq uzun müddətlə bu universitetdə tətbiq olunur. Və digər bizdə inzibati heyətin diferensial əmək haqqı sistemidir ki, biz artıq onu həyata keçirməyə başlamışıq. Biz keçən il bu ilə bağlı ilkin olaraq qiymətləndirməni aparmışıq. Bu ildən biz müəyyən o kriteriyalar tətbiq edilməklə biz diferensial əmək haqqı sistemini, yəni inzibati heyətə də, yəni müəyyən sahələrdə, şöbələrdə işləyən əməkdaşların əmək haqqısının artırılması ilə bağlı müəyyən tədbirlər görülür. Ümumiyyətlə, yəni hər bir istər tələbə, əməkdaş universitet rəhbərliyinin diqqət mərkəzindədir. Çalışırıq ki, onların problemlərinə diqqətlə, ədalətlə yanaşaq və öz işimizi elə quraq ki, onların bizdən hər hansı bir narazılığı olmasın. Mən deyəcəyim, bu qədər universitetlə bağlı ola bilər, sizin nəsə bir suallar maraqlandırar, universitetlə bağlı. Yəni, deyəcəyimiz çoxdur, vaxtınızı almaq istəmirəm. Burada mən görürəm, Etibar müəllimin çox sayılı proqramı var, ona görə də şərait yaratmaq istəyirəm ki, o proqramı heç olmasa burada nümayiş etdirə biləsiniz. Kimlərsə çıxış eləmək istəyirsə, mən istərdim ki, Etibar müəllim özünüz, yəni məsələ ilə bağlı məlumatı deyərsiniz. Buyurun. Çox hörmətli Şahid müəllim, sizi və sizin simanızda Azərbaycan Dövlət İqtisad Universitetinin özünü və onun çox hörmətli rektoru Ədalət müəllimi, peşəkar və fədakar professor müəllim heyətini və bütün dövrlərin məzunlarını bax burada əyləşən tələbə yoldaşlarımız adından bir daha ürəkdən səmimiyyətimizlə salamlayır və hər birinizə vətənimizin inkişafı naminə fəaliyyətinizdə, işlərinizdə bol-bol uğurlar, nailiyyətlər arzulayırıq. Sağ olun. Bizim üçün hörmətli müəllimlərimiz, əziz tələbə yoldaşlarımız, bugün bizim üçün olduqca son dərəcə əlamətdar xoş günlərdən biridir, bunu bilirsiniz. Çünki vaxtilə ali təhsil aldığımız universitetə 45 ildən sonra, düz 45 ildən sonra məzunlarla görüşə, ziyarətə gəlmişik. Odur ki, hər biriniz, bax, bizim üçün bu əlamətdar görüşə çox xoş gəlmişsiniz. İnanın ki, gəlişinizlə hər biriniz ən azı bax, özünüz boyda, özünüz çəkidə, bax, görüşümüzə şadlıq, şuxluq, xoş ovqat gətirmişsiniz. İstəyərdim ki, bir günlüyünə, və təbii ki, bu görüş münasibətlə hamınızı bir daha təbrik edirəm, amma elə-belə təbrik eləmək istəmirəm. Çünki hər adama nəsib olmayan qismətdir, səadətdir, xoşbəxtlikdir. Elələrimiz var ki, sıramızda, qrupumuzdan elələr var ki, dünyasını dəyişibdir. Allah yenə də bütün keçən müəllimlərimizə və tələbə yoldaşlarımıza rəhmət eləsin. Ona görə də xahiş edirəm, gəlin elə alqışlarınızın, hamınızın qəlbinizdən əllərinizə sürünən ürəkli-sürəkli alqışlarınızla bir-birimizi təbrik edirəm. Çox xahiş edirəm, bircə günlüyünə də olsa, o şəxsi xidməti qayğılarınızı kənara qoyun və özünüzü 45 il bundan əvvəlki
bax o saf, təmiz, təmənnasız tələbə dünyasına, tələbə notuna qoy biraz obraz deyim, kökləyəsiniz. O tələbə illərinə, tələbə dalğasına fokuslayasınız. Gəlin, hamılıqla, sizli, bizli çalışaq ki, bir daha mənalı, daha məzmunlu, daha yadda qalan bir gün yaşayaq. Şəxs mən, icazənizlə özümüz barədə kiçicik bir arayış verək. Biz Dadaş Bünyadzadə adına Sabiq Xalq Təsərrüfatı İnstitutunun, indiki İqtisad Universitetinin 1981-ci ildə bitirmiş Xalq Təsərrüfatının İqtisadiyyatı Fakültəsinin birləşmiş 30 və 130-cu qruplarının Xalq Təsərrüfatının planlaşdırılması və əməyin iqtisadiyyatı qruplarının PATOK deyirik də, məzunlarıyıq. O dövrdən 45 il dövr keçir və hərəmiz Azərbaycanımızın bir bölgəsində, iqtisadiyyatımızın bir sahəsində işləyərək vətənimizin inkişafı naminə kiçik də olsa öz töhfələrimizi verməyə çalışırıq. Bax, bu universitetdən hamımız pərvazlanmışıq, hamımız, hərəmiz bir ev, eşik, iş, güc, ailə, övlad, mənbə, mənsəb sahib olmuşuq. Nəyin hesabına, kimin sayəsində? Məhz bu müəllimlərin sayəsində, bu universitetin sayəsində. Bax, bu universitetin inanın ki, o darvazadan içəri girəndə təmiz mənim üçün, şəxsən mənim üçün təmiz başqa bir atmosfer, ab-hava yarandı. Bunların bax, darvazasından tutmuş, həyəti, auditoriyaları, tini, dəhlizi, partaları, düzdür, təzələnib partalar, lövhələrin yeri, bax bu məkan hər kvadrat metri, kvadrat qarşı deyərdim, bizim üçün əzizdir. Çünki orada bizim özümüzün, hər birimizin səsimiz, ünümüz, izimiz, xoş, naxoş, ortaq xatirələrimiz maddələşibdir, yatmaqdadır. Ona görə də bu universitet bizim üçün doğmadır. Həmişə universitetimizin xəbərləri ilə, onun adı ilə, uğurları ilə həmişə maraqlanmışıq. Uğurlarına təbii ki, qürrələnmişik, sevinmişik, fəxr eləmişik. Bəli, bura gəlməzdən əvvəl də biraz araşdırma apardım. Bəli, bayaq siz dediyiniz kimi, mən hətta 17.000 görmüşdüm, mən internetdə rəqəmimiz onda köhnədir. Artıq? Hə, rəqəmimiz köhnədir, xahiş edirəm, onda orada da düzəliş edəsiniz. Mən sosial şəbəkələrdə 17-yə. 21 dediniz, mən sırası qeyd elədim, burada düzəliş edirəm. Bizdə 21-dir, siz 17.000'dir. Mən 17.000 dedim, bəli. Yəni o səhv. Hə, o səhv köhnə rəqəmdir. Bu universitetdən boya başa çatmışıq və bu universitet həm deyə bayaq dediyim kimi bizim üçün yad deyil, doğmadır. Bax, hərəmiz bayaq dediyim kimi bir sahədə çalışırıq və 45 ildir ki, biz görüşürük. Bayaq Ərşad müəllim də dedi ki, bugünkü görüşün təşəbbüskarı mənəm, biraz təşkilatsızlığını mən edirəm, amma adət qoymuşuq, vinetkamız haradadır? Bax, vinetkamızda yazmışıq ki, hər il may ayının 9-unda biz universitetimizdə görüşürük. Universitetimizdə də yox, daha doğrusu başqa yerdə görüşürük. Məncə, səhv eləmirəmsə, biraz dəqiqliyimizə kömək edərdiniz. 3 dəfə biz görüşmüşük. Birinci dəfə Həmid müəllimin köməkliyi ilə Mirdamət Sadıqov kömək elədi. O prorektor idi, səhv eləmirəmsə də. 2006-cı il idi, səhv eləmirəmsə. 2017-ci ildə isə mən yenə 2006-da Mirdamət burada. Mirdamət mənim prorektor idi, səhv eləmirəmsə. 2006-da Mirdamət burada deyildi. Gəncədə idi. Bəlkə onun köməkliyi vasitəsilə. Hə, ola bilər. Aha. 2017-ci ildə 9 il bundan əvvəl isə bizi universitetdə hörmətli professorumuz, universitetimizin rektoru Ədalət Muradov qəbul elədi və çox da müsbət bizim tələbə yoldaşımızdır. Ələstər, stol götür əyləş bir yerdən, yaxınlaş var, əyləş. Dərsə də belə boş yerdən, ələstər. Dərsə də belə gec gəlir. Hər iki dəfə, keçən dəfə 9 il bundan əvvəlki görüşümüzə icazə verilməsində də, qəbulunda da, yüksək səviyyədə, özdə tam səmimi atmosferdə hamınız şahidsiniz. İnanın ki, 9 il vaxt keçməyinə baxmayaraq, hələ biz o görüşün təəssüratlarından ayrıla bilmirik, zəngin təəssüratlarından, səmimi təəssüratlarından ayrıla bilmirik. Bir Qarabağlı qonaqpərvərliyi də təqdim elədi. Qoy, bunu da mütləq əlavə edeyim, Həmid müəllimə daha xoş gəlir Qarabağlı deyəndə. İnanın ki, 9 ildir ki, biz hər görüşlərimizdə həmin o görüşdən danışırıq, bəhs edirik və yorulmuruq, usanmırıq. Gün var ki, adam var ki, illərlə yaşayır, amma o illərin bəzən heç izi, tozu, əsəri, əlaməti qalmır. Amma elə gün olur ki, minaya
deyir. Bu zərb misalımızda deyilən kimi. Həmin görüş doğrudan da bizə 1000 aya, 100 aya və burada elə 9 il təxminən 100 aya bərabər. 100 ay keçibdir, yenə də öz təsiratında qalmaqdadır. Düşünürəm ki, bugünkü görüşümüzlə heç də ondan geri qalmayacaqdır. Eşitdiyimə görə Ədalət müəllim İtaliyada rəsmi səfərdədir. Çox sağ olsun ki, bizi yenə də şərait yaratdı, qəbul elədi. Şahid müəllim, prorektorumuz, universitetin prorektoru, hörmətli Şahid müəllim qəbul edir. Bir daha görüşü universitetdə keçirməyinizə verdiyiniz icazəyə, razılığa görə, bax, belə mütəşəkkil şəkildə, yüksək səviyyədə, səmimi atmosferdə qəbul etdiyinizə görə hər birinizə, Ədalət müəllim başda olmaqla sizə, digər əməyi, zəhməti, köməyi, xidməti, rolu olan yoldaş əməkdaşların hamısına bir daha təşəkkürümüzü bildiririk. Siz də təşəkkür bildirirsinizsə, xahiş edirəm alqışlarınızla təsdiqləyək. Təbii ki, universitetimizin uğurlarını bayaq sadalamağa çalışdım. Artıq siz məni biraz qarşıladınız. O rəqəmlərin köhnə olmasın deyə bir neçəsinə mən də işıq salmağa çalışacağım. 4 dildə təhsil alır. 2014-cü ildə Ədalət Muradov bu universitetə rektor layiqli olaraq rektor təyin edildikdən sonra universitetimizdə o köhnə xalq təsərrüfatına, rusca deyim, biraz daha yaxşı səslənsin, narxoza aid olan o negativ image darmadağın, dağıldı, artıq ondan əsər əlamət yoxdur. Burada artıq mən eşitdiyimə görə tam səmimi, təmənnasız, gözəl bir atmosfer, ictimai atmosfer var və bu çox böyük təqdirə layiq haldır. İnanın ki, hər kollektivdə belə hala nail olmaq mümkün deyil. Bayaq dedi, Şahid müəllim 4 dildə təhsil alınır və mən elə bildim 2 və daha çox ixtisasa yiyələnə bilir, daha savadlı tələbələrimiz. Daha çox yox, 2 bəs. UDIT, adı UDIT-dir. Eləmi? Universitet daxili 2 diplom. Keçən dəfə biz gələndə, 9 il bundan əvvəl gələndə, Ədalət müəllim dedi ki, bizim strateji hədəflərimizdən biri budur ki, dünyanın ən reytingli, ən nüfuzlu, ən tanınmış, qabaqcıl 1000 universiteti sırasına daxil olmaqdır. Artıq 9 il keçibdir o strateji hədəfdə və Şahid müəllim dedi ki, hətta nəinki ildən ilə, aydan aya belə yeniləşmələr prosesi qısa zaman elədir ki, gündən günə də belə mütərəqqi teknologiya qədər inkişaf edib ki, universitetimizin bax belə kosmik sürətlə irəliləməsi, inkişaf eləməsi əlbəttə bizi çox sevindirir. 2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetimizin 100 illik yubileyi yaxınlaşır. Ədalət müəllim keçən dəfə də dedi ki, biz bu 100 illik yubileyə strateji hədəfimizi dəyişərək gedirik. Dünyanın ən qabaqcıl reytingli nüfuzlu 500 universiteti sırasına yüksəlmək kimi böyük bir strateji məqsəd, hədəf qoymuşuq. Mən arzulayıram ki, universitetimiz qarşısına qoyduğu bu hədəfə müvəffəqiyyətlə layiqincə çata bilsin. Mən arzulayıram ki, həmin yubiley tədbirlərinə şəxsən Ədalət müəllim özü rəhbərlik eləsin. Çünki onun buna haqqı çatır. Artıq 13-cü ildir ki, bu universitetə rəhbərlik eləyir. Mən bir balaca baxdım, 12-dən keçibdir. 12-dən keçibdir məncə. Artıq 12-dən keçib, 13-ə keçibdir. Düşünürəm ki, elə UNIC-in 100 illiyi dövrünə qədər artıq 16 ilə qədər çatmış olacaq və rekordu qırmış olur. Və bir arzum da var ki, UNIC-in 100 illik yubileyində bax, bizim bu tələbə yoldaşlarımıza dəvət eləyəsiniz. Onları da dəvət eləməyə imkanınız çatmazsa, mən bu Qarabəndəniz Etibar Əhmədovu dəvət eləyəsiniz. Mən də gəlim, heç olmasa kiçicik bir işin də öhdəsindən, qulpundan tutum. Sizin hansısa bir işinizə mən də böyük canımla, qanımla, uça-uça, qaça-qaça gəlim, kömək edeyim. İnan ki, böyük şərəf vermiş olur. Mənim üçün də böyük şərəf olar. Heç olmasa qapını açıb, bir təbəssümümlə qapını açıb örtərəm, o da bir daşın altına bir əl qoyaram, bir çiyin verərəm. Bax, belə deməli, arzularım inanın ki, səhər saat 6-dan 5-də durmuşam, 6-dan Mingəçevirdən çıxmışam. Öz həyatımdan boyunu sevə-sevə böyütdüyüm, becərdiyim gülləri sevə-sevə dərib gətirmişəm. Fikirlərim çoxdur, amma reqlament deyilən bir şey var. Yol boyu onu cilalamağa, cilovlamağa, saf-sürük eləməyə, analiz sintez eləməyə çalışdım ki, hansını deyim, hansını deməyim. Amma 50 illik
Jubileydə onu da Qismət olsun. Allah sizə də ömür versin. Gələn il Siz qəbul müəllimlərə də olmağımızın ömür versin. əlilliyidir. Hə. Gələn il Allah qoysa. narkoza qəbul olmağımızın, yəni bir-birimizi tanımağımızın 50 illiyidir. gələn il. Bəli, 77-ci il avqust ayında qəbul Biz olmuşuq. şəhər- Avqust ayının 23-də tələb biletini almışıq. Onun 50 illiyidir gələn il. Biz bu rəqəmlərin başından biraz oyun açırıq ki, bəhanə kimi də. Hə. Bugünkü nailiyyətlərimizə görə müəllimlərimizə borcluyuz. Bax, buradan gəldikcə elə bilirəm ki, o koridor dəhlizlərdə ötən müəllimlərimizin ruhu dolaşır, ötən tələbə yoldaşlarımızın ruhu mənə elə gəlir ki, şahidlik eləyir, bax, gedək buralarda dolaşıqdır. Müəllim cəmiyyətin aparıcı lokomotiv zümrəsidir, aparıcı qüvvəsidir. Müəllim ikinci valideyndir. Müəllim necədirsə, sinif də o cür olur. Müəllim necədirsə, cəmiyyət də o cür olur. Dahilərdən biri deyir ki, antik dövrün Yunan filosoflarından biri deyir ki, bütün peşələr hamısı insandandır, amma 3 peşə var ki, o ilahidəndir. Həkim peşəsidir, hakim peşəsidir, bir də müəllim peşəsidir. Atatürkümüz deyir ki, bir cəmiyyətin, bir toplumun cəmiyyət olması üçün, bir cəmiyyətin millət olması üçün, bir millətin də dövlətinin olması üçün peşəkar, vicdanlı, əsl müəllimlərə ehtiyac vardır. Bir milləti məhv eləmək istəyirsənsə, onun müəllimlərini zay et, onu savadsız et, vicdansız et. Vicdanla peşəkarlıq məsələsi paralel gedir. Ümumiyyətlə, bir çoxlar üçün ən böyük Azərbaycanlı hesab olunan, indicə heykəlini ziyarət elədiyimiz Hacı Zeynalabdin Tağıyev buyurur ki, vəsiyyət edib ki, öləndə məni müəllimimin ayaqlarının altında dəfn edir. Çox bəhbəhbə. Kəlamın Teymur Teymurləngdirmi? Teymur Leng deyib onu. Hacı Zeynalabdin hansısa axundun ayağının altına dəfn olunur. Hansısa axund deyil. Mən şəxsən Mərdəkanda həmin Hacı Zeynalabdin Tağıyevin deməli, bax o qəbrini ziyarət eləmişəm. Axund yox, ona müəllimlik eləmiş bir adam. Müəllimlik eləmir. O axunda olub, onun bircə cümləsinə görə onu olsun. Yəni müəllim bircə cümləsinə görə deyil. Məsələn, bəli, o buna müəllimlik edib, həyati bir müəllimlik edib. Ona görə də son dövrün, son 50 ilin də ən böyük Azərbaycanlısı, bir nömrəli müəllimi, ulu öndəriniz Heydər Əliyev buyurur ki, bütün nailiyyətlərimizə, uğurlarımıza və zəfərlərimizə görə məhz müəllimlərimizə borcluyuz. Ona görə də xahiş edirəm, bizim bu mənsəbə çatmağımızda rolu, xidməti, əməyi, dəstəyi olan müəllimlərimizin simasında bütün müəllimlərimizin hamısını alqışlayalım. Bayaq dediyim kimi ürəyim doludur, amma reqlament də var. Ona görə də mən son olaraq demək istəyirəm ki, inanın ki, bayaqdan və şəklini də çəkdilər orada, qucağım dolu gül çiçəklə, ürəyim dolu belə arzularla, diləklə gəlmişəm. Sözlərim çoxdur, amma reqlamenti də nəzərə alıb, mən bu qədər demək istəyirəm ki, əgər başqa sözünüz olmaz... Gətirəcəm, keçən dəfə alça gətirmişdim, düz deyib. Piraşki gətirmişdim, o da yaddan çıxdı, hələ sumqada qalır. Gedəndə yiyərik. Belə, bir daha, bax, bugünkü görüşümüz, ziyarət adlandırdığımız, bizim üçün doğrudan da elm təhsil məbədi saydığımız Doğma Universitetimizdəki 45 ildən sonra bugün təşkil edildiyimiz bu görüş münasibətlə hər birinizi bir daha təbrik edirəm, hər birinizə can sağlığı arzulayıram, təşəkkür edirəm gəldiyinizə görə. Hər biriniz, bax, bugünkü görüşümüzün bir hissəsinə çevrildiniz. Hissələr bitişəndə, bütövlüləşəndə tam olur, möhkəm olur. Həmişə sağlam olasınız, tam olasınız, möhkəm olasınız. Hər birinizə uğurlar olsun, hər birinizə can sağlığı. Bu qədər. Sağ olun. Yanında Əmir müəllim dedi deyənə mən demədim. Ədalət müəllim İtaliyadadır, yəni tədbirdədir, işgüzar ezamiyyətdədir deyənə, yəni bunu mənə tapşırmışdı. Və bu tədbirin keçirilməsi ilə bağlı onun dərkənarında var ki, xahiş edirəm mənimlə görüşü təşkil edin. Bunda siz müraciət eləmişsiniz Mart ayı. Mart ayının 19-da. Mart ayının 19-da. O vaxt o bilmirdi ki, bunu işgüzar ezamiyyətə göndərəcəklər. O istəyirdi ki, özü görüşsün əslində. Yəni bu təsadüf oldu ki, yəni bu görüşdə iştirak edə bilmədi və mənə dedi ki, daha mən burada olmayacaq. Özüm yəni görüşün keçirməsini. Bir daha xahiş edirik ki, bax, kollektivimizin adından gələndə bizim salamlarımızı, təşəkkürlərimizi, razılığımızı çatdırın, xahiş olun. Oldu, sağ olun. Həmdən, buyurun. Bir neçə kəlmə. Mən Şahid müəllimin, Tarık müəllimin çox yaxşı bilirlər.
25 il Həmkarət Komitəsinin sədri işləmişəm. Və Ədalət müəllimə qədər 12 rektorla işləmişəm. Bu müddətdə 12 rektor var. Ədalət müəllimə qədər həmin o rektorlar çox yaxşı da işləyiblər, elə işləyiblər ki, institutu bağlatdılar, elə işlədilər ki, sonra onu dilindən açdılar. Ədalət müəllim bugün Şahid müəllim deyən kimi uzaq səfərdədir. Mən inanıram ki, bəlkə də bugünkü günü Ədalət müəllim fikirləşir. 45 ilin məzunları oradadır, görüşürlər. Elə görüş təşkil olunur ki, özü olmasa da Şahid müəllim bunu yüksək səviyyədə həll edir. Ədalət müəllim institut bugünkü gündə tələbələrin təhsili inkişafı naminə, tələbələrin inkişafı naminə çox işləyir. Və ona görə də hamımızın adına mən Ədalət müəllimə təşəkkür edirəm. Eyni zamanda Şahid müəllimə təşəkkür edirəm. Sağ olun. Qaldı Talib müəllimlə biz yaxın dostuq. Çox. Talib müəllimlə öyrənməli çox məsələlər var. Amma aramızda müəyyən olur, bir söhbətlər olur. Onun icazə bilirsən, bilirsən. Bir dəfə otaqda oturmuşam. Hamısını demə. Talib müəllimi də qoyublar qəbul vaxtı. Qəbul vaxtı işləyir. Bir də gördüm Talib müəllim gəldi, bir şalvar alıbdı, yay vaxtı qəşəng şalvar. Dedi, ay Həmid müəllim, bunu qoy seyfə, gedəndə aparacam. Dedim, yaxşı, bunu qoydum seyfə, Talib müəllim getdi, gedəndə şalvarı çıxartdım, baxdım, gördüm qəşəng şalvardı. Amma mənə yükədi, maşallah. Talib müəllim canlı adamdır. Şalvarı götürdüm, getdim, üzbəyüz ateliye var, Teymur. Getdim, dedim, ay Teymur, mən ağda mı gedəcəm? İstəyirəm bu şalvarı giyim. Bunu düzəltdi mənim əynimə. Mən də bunu belə eləyirəm ki, Talib müəllim deyəcək ki, bu sənin əynindədir, götür bunu. Axşam tərəfi geyindim, mənim əynimə gəldim, bükdüm, qoydum seyfə, axşam gəldi. Talib müəllim bir şalvarı verdi. Dedim, ay Talib müəllim, geyirsən, o sağa bağıcı olar. Mən də eləmişəm ki, deyəcək ki, bu sağa qurbandır. 25 manata pul verdim ki, ateliyedə. Dedi, yox, dedim, qapını tutdum, dedim, bir geyindi. Köbəyin altından gücüm bağla, dedim, görsün sağa bağlacadım. Dedi, yox, əynimədir. Apardı, aradı mənim 25 manatını. Deyə bütün şey 25 manat. İkinci birində deyəcək, icazə verir ona görə. Deməli, bu həmişə sigaret çəkir. Sigaret də nə çəkir? Mal var. Başqa sigaret çəkir. Gəldik otağa, oturup söhbət edirdik. Sigaretin birini götürdü, çıxdı barə çəkməyə. Məndə də hardasa bir opal var. Xaçqa. Götürdüm, opalla bunu dəyişdim. Onu çıxartdım, qoydum opalın qabına, opalı qoydum onu. İndi burada işə bax, şahid verin. Deməli, biri böyükdür, biri balacadır. Hamısını kəsdim və bərabər edirdim. İndi Talib müəllim gəlib, deyirəm nə çəkirsən, deyirəm mən nə çəkirəm. Mal bırak. Dedim, ondan mal bıran qoxusu gəldi. Baxır, gördü ki, opal, buna da attı onu. Belə yaxşı zarafatlarım. Amma o mənim başıma el olmaz. Altı iləsi deyil, ama özü dedi. Talib müəllimi həqiqətən hamı çox istəyir. Talib müəllim çox ləyaqətli, çox tərbiyəli, çox işgüzar. Azərbaycanın hansı rayonuna gedirsənsə, Onun dostluq dostları var qarşı. Sizin kimi. Sizin kimi. Şahid olmuşuq da sizin kimi. Ay indi bu mənim başıma nə oynaşır. Axırıncı dediklərimi, o dediklərimi biz tutmadı. İndi Auditoriyada qalanı davam edir. Onu auditoriyada deyərsin. Cəmaət Yo, işləyir. Aytuya buradadır. Yox, o birsadır. Yox, auditoriyada Hələ gedəcək. burada deyək. Yox, xahiş edirəm, məni faş eləməyin də Respublikada. Şəkili internet. Onu da deyim ki, xahiş edirəm bir də. Bu çəkilir və YouTube-a o birisi bəli. Keçən dəfəki buradakı tədbirdə YouTube'da yayımlandı. Canlıdır.
canlı deyil. Amma bu da qoyulacaq YouTube-a, ona görə də xahiş edirəm. Yox, Bəzi şeylər kəsin, montaj olunsun. hə, montaj olunur. O yaxşıdır. Neyse, Nəysə, müəllim. Nəysə, mən hamınızı bir daha təbrik edirəm. Bunların əksəriyyəti ilə mənim söhbətlərim olub. Və o müəllim qaşıq bir söhbət dedi. Nə təqdidi? Hə, təkrar edeyim. Yox, hamısını deməz, hə, uzun dərə var. Hə, deyil. Bu ağdaş. Həmin məndə bütün paltarlar, çikləri, hamısını yığıb sumkaydı. Bir də təmiz çönləyi var ki, necə olsun, bu da bulandı. Bir də mən neyniyim, mən nətərlə gedirəm. Biz də bunu aparıb yola saldıq, o Ağdaşdakı stansiyasından Bakıya. Dedi, məndə bir də təzə çönləyi var, həmin məndə. Sumkada da hələ geyməmişəm, sarafana. Dedi, get gəlir. Gedib, getdi, dedi, bu sənə yekə döyür, yaxşı olur, mənim əynimə beləncələ. Dedi, bana qurbandır. O şimdi Həmid müəllim o geydi, gəldi bir 20 nəfər yoldaşlardan. Həmid müəllim o Ağdaşdakı stansiyasından Bakıya yola saldı. Düzdür, qaydanda köynək yıldızlıb gətirmişdi. Yaxşı, dava sağ lazım deyil. Yaxşı, deməli, mən Həmid müəllim, Talib müəllimlə danışır. Bunlar həqiqətən də dost olub, bir də rəhmətli Mirzahmet müəllim. Mən də az deyil burada işləyirəm, 36-cı ildir, yəni biraz da bəlkə 37-yə keçib buraya, mən artıq burada işləyirəm. Bunların dostluğu çox möhkəm olub, bunların lətifələri də çoxdur. Onu yazsan kitablar yazmaq olar. Mən burada Etibar müəllimdən eşitdim ki, deyəsən hər şey qardaşa, sizin nəsə təşəkkürnaməniz var. Xahiş edirəm, təqdim edin insana. İcazənizlə, sizin rəhbərliyinizlə. Xahiş edirəm. Hə, yoldaşlar, istərdik ki, bizə vaxtında dərs demiş müəllimlərimizə kiçicik bir diqqət əlaməti olaraq təşəkkürnamə və kiçik hədiyyələrlə bir də kitab. Mən biraz təvazökarlıqdan uzaq olsun, özümün yazdığım, Mingəçevir haqqında özümün yazdığım kitabla onların bizim üstümüzdə böyük haqqı var və o xidmətlərini dəyərləndirməkdən ötürü. Bayaq dediyim o Atatürk'ün fikrini proloq əvəzinə seçmişik. Toplumun cəmiyyətin millətin də dövlətinin olması üçün əsl müəllimlərə ehtiyac var. Atatürk. Təşəkkürnamə. Dadaş Bünyadsadə adlanan Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət İqtisad Universiteti, UNEK-in Xalq Təsərrüfatının İqtisadiyyatı fakültəsini 1981-ci ildə bitirmiş tələbələrinə iqtisad və həyat elminin sirlərini öyrətməklə onların ömür yoluna nur saçdığına, həmin tələbələr tərəfindən təşkil edilmiş məzunlarla 45 illik görüşdə iştirakı ilə bizə şərəf gətirdiyinə görə UNEK-in müəllimi iqtisad elmləri namizədi dosent, bizim üçün yaxşılıq elmləri doktoru. Bir də altını zara xüsusilə vurğulayıram. Bizim üçün yaxşılıq elmləri doktoru Həmid Səfəroğlu Zeynalov UNEK-in Xalq Təsərrüfatının İqtisadiyyatı fakültəsini 1981-ci ildə bitirmiş məzunlar adından diqqət əlaməti olaraq şəxsiyyətinə qazandırdığı xüsusi rəğbət, dərin hörmət və minnətdarlıq hissləri ilə təltif edilir. Sizin alqışlarınızla təqdim edir Şuşa şəhər icra hakimiyyətinin sabiq başçısı xalq qəhrəmanı Mikail Gözəlovun qardaşı Rasim Gözəlov. Çox sağ olun. Uşaq dəstəsində bizə rəhbərlik edibdir. İnanın ki, biz gəncilik də hər birimiz orada bax, müəllimin hər bir jestini, mimikasını, sözünü, söhbətini hamısı yığıb, şəxsən mən yığırdım. Oğurluyordum deyərdim, yaxşı şeylərin oğursun. Xeyrxahlıq elmləri doktoru. Orada görmüşəm, o xeyrxahlıq elmləri doktorluğunu məhz orada dissertasiya edilib. Ona görə də, inan, ona görə mən bunu, bir kiçik bir hədiyyə də sizin adınızdan bax, belə bir hədiyyədir. Güzgüdür əslində, baxılanda və düyməsini basarkən artıq Həmid müəllimin özünün şəkli gəlir. Hər dəfə güzgüyə baxanda bizləri xatırlamaq məqsədi ilə. Bax belə, bir daha mən də təbrik edirəm. Həmid müəllim, bu da mənim özümün yazdığım, Mingəçevir haqqında belə yekə çıxmasın təvazökarlıqdan uzaq, Mingəçevir haqqında yazdığım, onun tarixi, söz adının etimologiyasından bağlı yazdığım kiçik bir broşuradır, kitabçadır. Bunu da istərdim sizə təqdim edim. Bir şey də yazmışam, heç onu bilmirəm. Nəyi? Mənim başıma oynaşıb, qoyun danışdım. Eyni məzmundur və istərdim onun
təqdimatını istefada olan polkovnik Ərşad Həsənov, polis polkovniki Ərşad Həsənov, buyursun. Bəs güllərimizi niyə gətirmişsiniz ha uşaqlarda? Götür gətir də deyənə kim gətir. 9-cu və 9-cu qrupun burada olan məzunlarının adından sizi təbrik edirik. Sizin simanızda o vaxt belə deyək, o vaxtın təbirincə desək, narkoz deyək, yəni heç hamıya aydın olsun. Narkozun müəllimlərdən hamısı sizin simanızda hamısına təşəkkürümüz edirik. Sağ qalanlarımızda, belərim də öz adımızdan. Çünki bizə institut belə bir şeydir ki, insan hamırazlaşır ya da mənim şəxsi fikrimdir. İnsan ümumiyyətlə şagird savadı bilir, birinci alır orta məktəbdə. Savad bilib, beni orada qoyur. İnstitutda bilik almır uşaq, yadınızda olsun. İnstitutda şagird gəlir, girir ali məktəbə, formalaşır, professor oradan ədəb qaydalarını, özünə aparmaq qaydalarını, həyata baxış qaydalarını, idarə etməni öyrənir, bəli. Ona görə də onları bizim bu institutun müəllimləri verir. Onların simasında bizim gözəl müəllimlərimiz olur. O vaxt sizin vaxtı yaxşıydı. Adlarını çəkəcəm elə-belə hamıya aydın. Çəksəniz yaxşı olur. Bəli, Təsliyəm Kişev müəllim, Musayev Mirağa müəllim, bizə dərs edir siyasi iqtisaddan. Dilşad müəllim bizim mühazirə aparan. Qəşəm müəllim. Qəşəm müəllim deyəcəm də, biz fəlsəfədən də, mən kafiyasına qədər deyəcəm. Qəşəm müəllim fəlsəfədən dərs deyirdi. Ən birinci bizim simamızda qalan, mən deyərdim Azərbaycanda yeganə kristal müəllim kimi tanıdığım Əlişəyin Əsazzadə. İdeal. Bəli, coğrafiyadan mən qeyd elədim, Azərbaycanda yeganə kristal müəllim kimi tanıdığım etibar. Mən bilirəm niyə deyirəm. Mən 2-ci ali təhsil almışam, görmədim elə bir insan. Əlişəyin Əsazzadə. Sovyetlər tarixindən Sabir İbrahimov bizə dərstləyib, ondan əvvəl Zəki müəllim dərstləyirdi, ondan əvvəl Çingiz Axundov dərstləyirdi, sonra rəhmətə getdi bizim qrupumuz olanda, mən bir hamısını, sonra Tofiq Gülöv əmən təşkili kafedrası müdürü, professor, gözəl savadlı müəllimimiz, həmin müəllimin də rəhbəri olubdur. Həsən Allahverdi, Ermənistanlı professor, bunlar kafedrası müdürü, Adil Cahangirov bizə proqnoz planlarından dərstləyirdi. Balans Ənvəri yaddan çıxartmayaq. Ənvər müəllim bizim inşaat tələbə dəstəsində, bəli, Ənvər müəllim də bizlə Balans Ənvər orada. Ənvər müəllim və Əmraslan müəllim Əliyev yadınızdadırsa, Göy qazinin biri vardı, 1443 nömrəli ağa. Rəhmətli Kolxoz Sərli Sürəyyə Əliyevanın qardaşı idi. O da bizdən gəlirdi, gedirdi. Bəli, Tamaşanın, bəli, qardaşı idi. Əlbəttə ki, yəni Talib müəllim, sizin simanızda bütün biz o müəllimlərə təşəkkür edirik, minnətlərini bildiririk. Çünki biz o vaxtda narkoza girəndə, narkoz vestli bir institut idi. Belə deyək, Bakı Dövlət Universitetində və Tibb Universitetindən sonra Bakıda, Azərbaycanda ən, belə deyək, Rusca bəzən söz deyirəm, o aydın olması, ən vestli institut narkoz idi. Nə politexnik, nə azi, nə inşaat bizlə rəqabətə gidə bilməzdi. O vaxtda narkozun vesini vapşa qaldırmırdı, heç bizim rektorumuz olmayıb, Sərvər müəllim, səhv demirəm. Sərvər kimi kişi olur, rektoru olur. Sərvər müəllim, gözəl kollektiv. Sayat Qılızovun adını çəkən gözəl kişilər olublar, gözəl kişilər. Cəmil Əhmədli bizə dərslik etdi. Qardaşı Emqonun rəhbəri gəldi bizə. Sonra gəldi Azərbaycan, Qoşqar Əhmədlinin qardaşı. Cəmil Əhmədli Emquda dərsləyib gəlmişdi bizə. Yəni, belə müəllimlərdən dərs almışıq. Sonra o dövrü SSR vaxtı akademik, iqtisadçı, yeganə akademik bizim üstü Bəhmən Axundov. Bəlkə də tanımırsınız, Bəhmən Axundov. Bəli, Bəhmən Axundov, yəni yoldaşlarını necə bilmirəm. Yəni, biz elə kişilərdən dərs almışıq, bizə dərs deyiblər. Riyaziyyat müəllimlərimiz, Avtandil müəllim, Mamet müəllim, ondan sonra Qara müəllim, axırıncı Əhməd müəllim, bu universitet rektoru zadı işləyir, neydi? Tanıdıq Əhməd Gülüstanlı, onlar hamısını tanımışıq da. Bəli. Ona görə bunlar bir tarixdir, yadımıza salmamız lazımdır. Siz inanırsınız, mən o qədər universitetimizi sezdirəm, Şahin müəllim. İndi yoldaşlar özü bilər necə qaldı. Mənim qəbul vaxtı, institutda qəbul vaxtı, verdiyim imtahan, tələbə suallarım yadımda. Pusat təkrar edə bilərəm. Riyaziyyatdan başqa, riyaziyyat onu deyəmərəm. Amma tarixdən, coğrafiyadan, ədəbiyyat dilində yazdığım suallarım yadımdadır. İstəsəz deyə də bilərəm bilir. Hələ də yadımdadır mənim. Coğrafiyadan imtahan verdim. Tofiq Hüseynova imtahan vermişəm. Tarixdən biraz müəllimlə mübahisə elədim. Çox mübahisə elədim, 5 vermədim. Çox mübahisə elədim. Dedi, yox, gördüm, al yeri getkinə. Yəni, yadda qalan bir tarixdir, bu yaddan çıxa bilməz. Çünki ən gənc yaddaşlarımızın təzə, sırf, hələ təmiz o Cabir İmanov demişkən, öldü, dedi, təmiz uşaqdır, nə qədər təmizdir. O təmiz vaxtlarımızda girmişik. Kim nə görübsə, xıvatka götürüb yadına qalır. Təbrik edirəm.
Biraz etibar ki mən də uzun tur elədim. Heç olmaz. Həm övladımızdan, bütün tələbələrimizdən və simanızda bütün o vaxtın arxasında müəllimlərdir. Buyurun. Çox sağ olun, var olun. Allah sizə də can sağlığı versin. Şahid müəllim, çox üzr istəyirəm. Polis polkovnikidir. Çıxışı da bizim müəllimlərdən çox gözəl. Maşallah. Hələ bu Bədə Həsəndir, bu ekspromsdur. Ne olur? Yoldaşı o qara ora baxırdı, orada göstərirdi. Onun gördüyü işləri göstərirdi. Bunu bizim bu komanda bir aya eləyə bilməz, 2 ay eləyə bilməz. Bu necə eləyib onu, mən onu düşünürəm. Orada hamısını göstərirdilər, nəyi harada eləyir, harada gətirib şeyləri. Baxırdım, dəhşət orada bir şeydir. Halal olsun sizə, çox şükürlər olsun ki, bizim işimizdə sizi kimi bir yaxşı kişi. Həm də bir şey deyim, bu yəqin ki, o dövrdə olan bütün institutlarımızda var idi bu məsələ. Narkozun bircə müsbət şeyi nə deyildi, mən öz dövrümüzdən danışam. Adamın üstə Allah var, qrupda 25 nəfər idik də. Onun 8-10 nəfəri hazırlıqdan gəldi. Qaldı 15-17 nəfər. Yadımdadır mənim, avqustun 4-də birinci imtihanımızdır. Həmən 17 yerə qarşı 465 nəfər sənət vermişdi. Çox böyük konkurs gedirdi, çox ciddi quşma gedirdi. Kim ki, belə deyil, özü qəbul olmurdu, mənim üstə Allahım var. Kim neyinin özü bilər. Narkozun özündə kim ki, tələbə həqiqətən oxuyurdu, mübahisə verir. Mənim üstə Allahım var. O bir şeyləri mən danışmıram. Hər qrupda 3, 2, 4 nəfər kim oxuyurdu, müəllim onun qiymətini də verdi, bir kəlbə söhbət olasın. Genə mən deyirəm, Əli-Hüseyin Əsazadəni hamımız yaxşı tanıyırdı. Yəni, o kişidən 5 almırdı. Hamı oxuyurdu. Hamı oxuyurdu, hələsində hamı ondan 5 almırdı, aydın məsələdir. Hələ öz qabını oxutmasa, o 3'ü vermirdi misalsın ona, o 3'ü oxutulmasını verir, yer vermir. Azərbaycanda gördüyüm, sonra Bakı Dövlət Universitetini qutardım mən, Məsəm Məlikova kimi qadınla uğraşdım. Yeganə kristal müəllim kimi mən onu tanıdım. Tamamladınız. Yeganə kristal müəllim. O adam, yəni narkozun o gözəl xüsusiyyəti var. Qrupda 25 nəfərdir. Kim neyin hər özü bilər. Amma oxuyan 4 nəfər var. Onların qiyməti söhbəti yox. Bəli, söhbəti yox. Ağayar Həsənov da yox. Olar yəqin. Yəni mən müəllim kimi Yox, bizə Ağayar Həsənov. Biz əsasən Əsazadə tanıyırıq, onun mübarək. Ərşad Həsənov. Şuna bir də əlavə edəcəm. Əli-Hüseyin müəllimdən çox danışdı. Əli-Hüseyin müəllimdən siz də o vaxt bizi qədər işləyirsiniz. Bir yerdə işləyirsiniz. Əli-Hüseyin müəllimə Sərdar müəllim bir tələbədə bir şey olurdu da o vaxtlar. Rektordur, bəli. Rektordur, tapşırıb ki, bu adam buna qiymət alır. Bir iki dəfə uşaqdan soruşur, nə oldu? Deyir ki, yəni atasının sənədə yanılır. Deyir ki, ona yazmır. Çağırıb deyir ki, niyə qiymət yazmır? Deyir ki, yazacaq. Hazırlayın. Deyir, niyə yazmır? Deyir, öyrədik yazsın. Eylidir. Evi də buradaydı. Bu qabağındaydı. Akademiyanın üzbəyüz. Həyat yoldaşı da Rus kabini, qeyri-lazım millətin. İkinci mərtəbədə olurdu. Bəli. Onu öyrətdi. Öyrədib. Ne oldu dedi, öğrettim, yazdım ki. Bəli, bəli. 3 verir, onu da öyrədib verir. 3'ü verməyə sən yaxşı olur. Necə? Ondan 5 alanların biri Ərşaddır, biri mənəm, 4-5 nəfərimiz 5 alalım. 3 nəfər. 3 nəfər. O böyük rezonans verir. Növbəti təşəkkürnaməni Ədalət müəllimə. İki görüşdür bizi bax burada yüksək səviyyədə qəbul etdiyinə görə. Bayaq deyildiyi kimi başqa ölkə rəsmi səfərə gedibdir və o səbəbdən, obyektiv səbəbdən bugünkü görüşümüzdə iştirak edə bilmir. Bütün nailiyyətlərimizə görə müəllimlərimizə borçluyuq. Son yarım əsrin ən böyük müəllimi Heydər Əliyev. Təşəkkürnamə. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun indiki Azərbaycan Dövlət İqtisad Universiteti, UNEK-in Xalq Təsərrüfatının İqtisadiyyatı fakültəsini 1981-ci ildə bitirmiş. Məzunlarla 45 illik görüşün doğma elm təhsil məbədimiz UNEK-də təşkilinə yaratdığı yüksək şəraitə, UNEK-də ümumi təhsil səviyyəsinin yüksəldilməsinə nail olduğuna, UNEK-ə onun 96 illik tarixində ən uzun müddətdə rektorluq etdiyinə, UNEK-i nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda ən qabaqcıl ali təhsil müəssisəsinə çevirdiyinə, dünyanın 1000 ən qabaqcıl universitetləri sırasına daşıdığına, 2030-cu ilədək, yəni UNEK-in 100 illik yubileyinə qədər onu dünyanın 500 ən qabaqcıl universitetləri sırasına daşıyacağına yaratdığı hərtərəfli əsaslara
ümumilikdə Azərbaycan Milli İqtisad Təhsilinin və iqtisadçı kadrlarının hazırlığının inkişafında göstərdiyi uzunmüddətli və səmərəli xidmətlərinə görə İqtisad Universitetinin Xalq Təsərrüfatının İqtisadiyyatı Fakültəsini 1981-ci ildə bitirmiş məzunlar adından diqqət əlaməti olaraq UNİK-in rektoru, İqtisad Elmləri doktoru, professor Şöhrət ordenli Ədalət Cəlaloğlu Muradov şəxsiyyətinə qazandırdığı xüsusi rəğbət, dərin hörmət və minnətdarlıq hisslərlə təltif edilir sizin alqışlarınızla. Təşəkkürnaməni təəssüf ki, burada olmadığına görə Ədalət müəllimin əvəzinə bugün hörmətli prorektorumuz Şahid müəllim burada iştirak edir və təşəkkürnaməni təqdim edir istefada olan polis mayoru Nurəddin Axundov. Sizin universitetə uğurlar arzulayırıq. Sağ olun. Var olasınız. Böylükdən əsli olmuyorsunuz. Sağ olun. Uşaqlar. Bu da Ədalət müəllimə çatacaq hədiyyədir. Yenə güzgüdür. Ədalət müəllimin şəkli həkk olmuş güzgüdür. Düyməsini basarkən Ədalət müəllimin özünün şəkli gəlir. Və yaxud dediyim kimi, hər dəfə güzgüyə baxanda bizim görüşümüzü xatırlamaq məqsədilə. Təşəkkür edirəm. Sizə olan sevgilərimlə, sizin özünüzə qazandırdığınız rəğbət sizin, bizim salamlarımızı, saygılarımızı, həbiblərimizi əziz tələbə yoldaşlarımız. İstərdim ki, bugünkü görüşümüzdən bir əlamət olaraq, yadigar olaraq, bir ərmağan olaraq belə bir kitab, 2 kitabla gəlmişəm. Birincisi, Milli Qəhrəmanım Polat Həşimova həsr olunmuş kitabdır. Xankəndindən olan Hikmət Xudiyev adlı bir müəllif yazıbdır, Şahid müəllim. Deməli, mən bu kitabı təsadüfən Mingəçevir şəhər asan xidmətində rastlaşdım. Oxudum bir neçə dəqiqə, bir 15-20 dəqiqə. İnanın ki, mən onu uğurlamaya bilmədim. Kitabı saldım boynuma və oradan uğurladım. Bilmirəm, əvvəllər Sovet dövründə kitab uğurları uğuru sayılmazdı deyirlər. Məcbur oldum, inanın ki. Və sonradan nəşriyyatını oxudum. O şəxsiyyətə o qədər heyranam, o qədər valih olmuşam ki, mən ondan bəhs edən bu kitabı uğurlamaqdan özümü saxlaya bilmədim. Və qanun nəşriyyatına zəng vurdum, dedilər ki, bəs var. Getdim, gəldim Bakıdan 5-6 dənə aldım. Və o şəxsiyyətə rəğbət, simpatiyam o qədər artdı ki, mən yaşadığım Mingəçevir şəhərinin, Mingəçevir kəndindən Polat Həşimovun Qəbələ rayonunun Vəndam kəndində yerləşən evinə 120 kilometrlik məsafəni 3 sutkaya piyada olaraq ziyarətə getdim. Və onun darvazası hündürüdür. Sürünərək onun darvazasının altından keçdim onun həyətinə, onun həyətinin torpağını öpdüm. Onun ayaqlarının altı dəyən torpağı öpdüm və soruşdum, ey torpaq, sənin materialın nədən demiş ki, sən bu boyda qəhrəmanlıq və insanlıq generalı yetişdirmişsən. Ona görə də istərdim ki, bu kitabı universitetimizin kitabxanasına bağışlayaq və xahiş edirəm, siz də Ədalət müəllim, ya siz də dərkənar yazın və mütləq qruplarda onu oxutdurun. Əgər etiraz eləməzsinizsə, sizi yormayaq, fikirləri də oxuyum və ondan sonra təqdimatı edək. Dünyaya öz saf dünyasından baxan, müqəddəs vətəni naminə hər şeyindən keçməyə hazır, bir millətin səmtini dəyişməyə qadir olan, altruist həyatı ilə əsl Azərbaycanlı siması yaratmış Polat Həşimovdan bəhs edən bu kitab İqtisad Universitetinin Xalq Təsərrüfatının İqtisadiyyatı Fakültəsini 1981-ci ildə bitirmiş 30 və 130-cu Birləşmiş Qrup tələbələri adından təhsil məbədimiz İqtisad Universitetimizə 45 günlük məzunlarla görüşdən yadigar olaraq yeni Polatlar yetişdirilməsi təşnəsi ilə ərmağan edildi. Bu sadəcə kitab deyil, bu bir dəyər ötürməsidir. Böyük sevgilərlə həmin məzunlar adından 120 kilometrlik Mingəçevir Qəbələ Vəndam Polat Həşimovun evi məsafəsini 3 sutkaya piyada ziyarət etmiş Etibar Əhmədov. Bu isə Azərbaycanın Günəşi Mingəçevir adlı broşuradır. Kiçik də olsa mənim böyük hisslərim burada qərar alır. Adını biraz yanlışlığa yol verirsən. Qoy mən izah edeyim niyə görə Günəşi adlandırmışam. Adı oxu. Azərbaycanın Günəşi Mingəçevir. Yanlışlığa yol verirsən. Deməli, onda rast elədirsə bir balaca da Mingəçevirdən tapılan Qazıyevin rəhbərliyi ilə
qazıntı 7 il davam edən qazıntılar nəticəsində Mingəçevirdən tapılan maddi eksponatlar Azərbaycan Tarix Muzeyində 40 minə yaxın eksponat var. Onun 22 mini Mingəçevirdən tapılandı. Say baxımından da əhəmiyyətini deyim. Amma sambal baxımından da əhəmiyyətini deyim. Mingəçevirdə tapılan baş kəllə, qadın kəlləsi Azərbaycanda ən qədim insan beynidir. Onun antropoloji quruluşuna görə alimlər təsdiq edir ki, 5000 il bundan əvvəl Mingəçevir arasında, Azərbaycanımız, vətənimiz arasındakı həmin o insanın, aborigen insanın baş beyin antropoloji quruluşu bugünkü Azərbaycanın baş beyin antropoloji quruluşuna eynidir. Bu mənfur düşmənlərimizə, burada biz güya onlar yaşayıblar iddia edən düşmənlərimizə, bax, elmi əsaslarla tutarlı bir cavabdır. İkinci isə, bu baxımdan tariximizə günəş kimi şəfəq saçır Mingəçevir. İkincini mən, yox, heç də bunlar az əhəmiyyət daşımır. İkinci isə, Mingəçevir Azərbaycanın energetika mərkəzidir. Bu gün də Azərbaycan enerji istehsalının yarıdan çoxunu Mingəçevirdə istehsal edir. Mingəçevir energetiklər şəhərdir. Bu baxımdan da Azərbaycana əgər elektrik enerjisi, işıq saçırsa, niyə görə də onu İlkin deyib, nəzərə alın bu dəfə. Ona görə də növbəti kitabda nəzərə alın. Bizim günəşimiz Mingəçevir. Ona görə də bu kitabçanı da Günəşli Mingəçevir olmalı. Ona görə də bu kitabı da sizin adınızdan sağ olun. Günəşimiz Mingəçevirdir. Məlumat üçün onu bildirim ki, Polad Həkimovla bağlı bizim kitabxanada həqiqətən də indi demirəm bu şey, kifayət qədər kitablarımız var, bizdə var. Bunu da əlavə edəcəyik, yəni tələbələrimiz üçün, yəni oxusunlar onları. Bütün bu görüş üçün hamımıza öz təşəkkürümüzü bildiririk. Yəni universitet rəhbərliyi adından. Həqiqətən də xoş oldu və mən sevindim ki, beləsinə bir, yəni təsəvvür edin, bu hər bir anı yaşamaq lazımdır. Yəni məzun olaraq, siz neçə il, 45 il az bir ömür deyil. 45 ildən sonra bir yerə yığışıb. İndi siz təsəvvür edin, mən burada görürəm, bəziləriniz müəyyən ifadələr işlətdiniz bir-birinizə. Elə bir ki, 45 il bundan öncəsi insanlarsınız, özünüz eləsinə daxil. Bax, o cürlər. O deyir, girəndə içəri, auditoriyaya girəndə, binaya girəndə uşaqlaşıram, tələbələşirəm. Yəni, bu hamımızda bu hisslər var. Doğrudan da belə çox belə gözəl bir hisslərdir bu. Yəni elə bir ki, hər şeyi unudursan, bax həyatında, bax indi hər birimiz yaşayırıq, müəyyən yaşdayıq, yəni müəyyən problemlərimiz də var, nə. Bunu unudub, həmin an bu şey tələbələşirik. Həmin bu hisslər ülvi hisslərdir. Mən istərdim ki, burada arzular qeyd olundu, deyildi 50 illik, nə bilim, ondan sonra müəyyən qismət olsun o bütün illər, amma mən bir də dediniz o 100 illiyi, bizim universitetin 100 illiyi inşallah 2030-cu ildə qeyd olunacaq və burada arzu eləyərdik, hamımız iştirak eləyəsiniz, amma eyni zamanda mən, əgər istəyirsinizsə, fikriniz olsa, bizim 30 iyunda məzun günümüz olacaq. Bizim məzun günləri çox möhtəşəm keçirilir, Kristal Hall'da keçirilir. 17.000 insanın iştirakı ilə keçirilir. Yəni, çox böyük, bilməm, siz əgər onunla tanış olmaq istəyirsinizsə, UNEK məzun 2000, vurun 20, 21, 22, 23, 24, 25, vurun Kristal Hall'da o tədbirin möhtəşəmliyini orada görəcəksiniz. Heç bir ali məktəbin o cürlə möhtəşəm tədbiri olmayıb. Bunu mən demirəm, yəni beləsinə söz olaraq demirəm. Əgər YouTube-da vurun 2024-25 məzun, UNEK məzun 2024-25-dən 23-22, o Covid vaxtı bir dənə olmamışıq, 19-u bir dənə, yəni vura bilərsiniz. Çox möhtəşəm bir tədbir olub orada. Siz o möhtəşəmliyi siz saraya baxanda görəcəksiniz ki, orada nə cürdür. Mən xahiş edirəm, oraya baxın, qərarlaşın, sonra Etibar müəllim bizə bildirsin. Yəni 30 iyunda əgər olacaqsa əvvəldən, çünki ora buraxılış xüsusi qaydalarındandır, öncədən sizə dəvətnamə verə bilərik. Əlavə şərtlər yoxdur ki? Yox, yəni orada heç bir şərt yoxdur, yəni dəvət eləyəcəyik. Əgər öncədən gəlmək istəsəniz, sizə o dəvətnamələri verəcəyik. Xüsusi yerlərdə, bizim qonaq yerlərində, yəni orada... 6-cı, 7-ci ay.
İyun. 30 iyun. 30 iyun. Bəli, yəni həmin vaxt. Düşür həftənin ikinci gününə. 30 həftənin ikinci günü. Bəli, həftənin ikinci gününə düşür. Maşallah. Yəni biz onu bilirik, ona görə ki biz o günü təyin eləmişik. Amma bu ekstra mənim hardan dedi onu bilmirəm. Maşallah. Maşallah. Deməli, yəni bu tədbir yəni yaxın zamandadır. İstəsəniz yəni iştirak edə bilərsiniz, amma hər birinizdən xahiş edərdim telefonda baxa bilərsiniz məzun günün o möhtəşəmliyi heç bir dünyanın heç bir ali məktəbində elə bir şeyi görə bilməz. Xahiş edirəm baxın. Etibar vasitəsilə əlaqə saxlayın. Bəli, yəni deyin öncədən, heç olmasa bir 10 gün qabaqdan bizə məlumat yox, o yerləri biz planlaşdıranda biz bilək ki, o yerdə sizə əlaqəcəksiniz. Deməli, çox xoş oldu qeyd etdiyim kimi, mən hamınıza can sağlığı arzulayıram, hamınıza uğurlar. Həyatda deyir, ürəyi istəyən nə varsa hamısı qismətiniz olsun. İndi isə istəyirsiniz, sahada unik o yazılan yerdə. Auditoriya verə bilmirsiniz, elə bizə bir yüngül var, bir 15-20 dəqiqə. İşlənlər mi? Saday. Böyük bir iş. Yox, estağfurullah. Çəkil. Hasan müəllim, Adil Cahangirov, ondan sonra Ədalət müəllim vardı, Hənif müəllimin kafedrası. Uzun hə, 100 zamanın qoymuşdu qarma qarşı gəlmədi. Özü də qarma. Demək istəyirəm ki, bütün müəllimlər, yaxşı müəllimlər. Yaxşı, şöyle istifadə olunur. Elektriklə gələndə mənə zəng edirlər. Yaxşı, gəldim. Belə o görsən. Gəl. Şimdi o gün, yaxşı. Elə bax, dur, Talib müəllimin yanında. Xudafisləşin, Şahid müəllimdən gedək. Tədbirinə mən çalışacağım. Əlaqəsiz. Min gəldik gəlmişək. Salam müəllim. Gedis bizdə daha gedisiz elə. Təxminən biraz maşın çox Yəni getməsən Get görüş. Uzaqdan uzağa. Bilirəm, bayaq aydın deyil. Sənə ehtiyac yox. Mən özüm komentir ötələyəcəm. Razıyım. Sağ olun. İnan ki, Burada yaşayırıq, tədbirdə etibara deyəni bizdə yazdırsınlar. Mütləq, yəni onu deyin mənə, mən bu şey əlavə edeyim. Xahiş edirəm, bizim bax. Belə başqa yerlərdə görüşməklə universitetin abadasını başqa Teymurlərində izlədim. Oradan sonra yaxşı gəl. O vaxtda Sen bir götürmedin ne bu? Muhafizanızlarda aldılar ki, içeri giriş çıkırsa Pakistan var. Ahali qoşun alanda problem yaradı, əmr eləmir. Elə indicə çıxdıq. Dilbər oradadır. Yox, Dilbərdən əsər əlamət yoxdur, cavab vermir telefona. Kim? Nə dedi? Gözəl ol. Gözəl ol. Benim yanımda xəcalətən məni üzr edir. Allah Teala'ya müşkür ki bu günü bize kısmet eyleyip yani bu günü stolun arkasında oturup bilirik. Maşallah. Hə. Yani bu bizim yaşımızda bu getdikcə çətinləşir də. Yəni, dedim mən bir yax gec gəldim. O da üzürlü səbəbləndir. Mən hər il Ostonkindən tez gələ bilmirəm. Nəysə. Səbəbini demişəm sənə. Sözüm ondadır ki, mən bilmədim bizim o qardaşlarımızı yada saldınız, yoxsa yox.
Allah qəni rəhmət eləsin Əliyə. Allah qəni rəhmət eləsin Adilə. Allah qəni rəhmət eləsin Çox Mərdə. Allah qəni rəhmət eləsin Musuya. Allah qəni rəhmət eləsin Rövşənə. İsmail'e Allah Teala qəni rəhmət eləsin. Telman'a Allah Teala qəni rəhmət eləsin. Zümrüdə Allah rəhmət eləsin. İndi elə götürəndə xanıma Allah rəhmət eləsin. İndi yəni tanıdıqlarımızdan. Amma bu qardaşlarımız bizim doğma qardaşlarımız idi da. Adil də, Telman da, hamısı da adlarının hamısı. Yəni bunlar mən elə bir gün olmaz ki, mən onlara rəhmət oxumayım. And olacaq Allah fikir verir. Sağ ol. Allah versin. Yəni hamısının xatirəsi əzizdir. Sözsüz. Ona görə elə hesab eləyin ki, elə onların da ruhu bizim başımızın üstündədir. Yenə deyirəm, hamımız xoş gəlmişik. Allah onlara qəni rəhmət eləsin. İndi Allah nə qədər ömür verir, imkan olar gələrik. Yəni hər şey Allah Taala'nın əlində. Bir də xoş görüşmüşük. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Allah razı olsun. İnşallah. İnşallah. Sağ olun. Əlçə, sən nə iş işmədin? İşimiz her. Ondan zəhmət olmadan. İstəkan utağı. Orada içirlər də. Xeyr, orada içmirlər. Ortada istəkan ver buna. O verir istəkanı. Onun istəkanı ver. Yəni sən hamıdan ağında içirsən ha. Tema dedik, sonra mən sakit. İcazə verin ilk növbədə bugünkü gün üçün 9 Mart qələbə günü münasibətilə hər birinizi təbrik edirəm. Ələsgər qardaşımız gözəl bir simət oxundu. Dünyanın gözəl qardaşlarımızın hamısının bir-bir adlarını çəkdi. Allah onların hamısına qəni rəhmət eləsin. Amin. Bugün onların ruhu bizlə bizə. Çox şükür bugünkü günə. Onlar həmişə qoy. bizim qəlbimizdən, ürəyimizdədir. İki dənə qoy, yaxşı. Mənə bir dənə qoy, başqa da biləm, mənə bir ilə qoyarsan. Yox. Abala, bura gəl. Nə qədər Dünyanın sözlərini yığışdırmış. icazə verir. İkini dənə. Gelin. Nə qədər, kəsəcək deyil, sözlərini ülkədə uşaq getirilmiş. Yox, gözləyirik. Nə qədər qəlbimizdə var, ürəyimiz yaşayır, qəlbimiz yaşayır, özümüz yaşayır. Allah bizim qəlbimizdən, ürəyimizdən çıxır. Allah hamısına rəhmət etsin. Amin. Amin. Bugün bura yığışan qardaşlarımızın hamısı əziyyət çəkib, müəyyən məsafədən qət edib gəliblər və onlar bu və digər formada qəlbi, ürəkləri istəyib gəlirlər. Amma bu gəlişin səbəbkarı bizim əzizimiz Etibar müəllim. Bugünkü gün hər birimiz gördük ki, o kişinin xüsusi əziyyəti var, xüsusi canlıqları var. Və mən bu badələrimizi Etibar müəllimin sağlığına qalxısını istəyirəm. Allah onu həmişə belə fəal, canfəşan, aktiv olmasını arzulayırlar. Çünki Etibar uşaqlıqdan da elə-belə idi, söhbət yox. Hamımızın yadımızdadır. Bayaqların Ərşad müəllim dedi ki, gələnin 50 ilimiz tamam olur, siz bir-birimizi tanımağa. 50 ilə yaxındır ki, biz Etibarı tanıyırıq və görürük ki, doğrudan da elə o gənclik çağı nətər çılğın idi, aktiv idi. Bugün də Allah Teala ona o təravəti özündə bəxş etdirir. Mən hər birinizin sağlığına badə qalxızmanla bərabər Etibar müəllimin sağlığını deyirəm. Allah onun canı sağ eləsin. Bugünkü çəkdiyi əziyyətə görə ona çox sağ ol deyirəm. Öz adımla və təbii ki, əgər icazə versəniz sizlərin adından öz minnətdarlığımı bildirərəm. Çox sağ ol. Və xoşdur bizim üçün ki, bugünkü günün təşkilatçısı Etibar.
Sağ ol dedim. Sağ ol. Çox sağ ol. Etibar sağ ol. Allah canına sağlıq versin. Mən əslində Etibar, bunun əleyhinə idim ki, ay nə bilim, instituta gedək, müəllimləri çağıraq, bunun əleyhinə idim. Niyə? Dedim, özümüz görüşürük neçədir, görüşək bu üçün. Amma mən bugün gördüm onu, mən çox xoşuma gəldi. Yəni, mən bilmirdim də belə olar, yəni belə yaxşı olar, onu bilmirdim. Nəysə, sağ ol. Sağ ol. Rasimin sözü, qüvvəti, Allah səndən can sağlığı versin. İnşallah ki, zırdan düşməyəsən. Zırdan tərcüməsin sonra deyərəm. Allah can sağlığı. Halkın ayakta durmuştu, bizim yanımızdaydı. Şahzeye siz tərəf tutmuş, deyil, Ələskər gəldi oxdu. Binanı siz o 3-4 demək verilmişə görə Əliyev Nami aydı, bir gücə ona görə gəldi. O saf gələn 12-15 nəfər uşaq gəlir, bəs edir. Şöyle demeyelim. Hayır. Gelme istemiyorum. Niye? Bəyazdan dedilər ki, elə həqiqətlər var ki, onu qabartmaq lazımdır. Düz dedilər. Bunlar Paşa müəllim hansıydı? Paşa idi. Çok eləyirlər. Ya buyur. Onun dediği müəllimdən bir de Sən bugün bununla işin olmaz. Bugün 9 aydı, sən İnsanın güzelliği, sevdiği insanlarla o səmiyyət qəbul eləmişik. Qəbul edib o sevdiyimiz insanlarla hər bir zarafatımız eləyir. Allah hamımıza can sağlığı versin. Ölənlərimizə qəmgəni rəhmət eləsin. Yerləri o bilinən o insanlarımıza bir də min Allah rəhmət eləsin. Onların ruhlarına qurban olun. Allah hamımıza nəyə görə deyirəm, can sağlığı versin ki, onları biz anlayırıq, biz deyə bilirik. Hamımıza can sağlığı arz edirəm. Bugünkü günün gözəllik forması hamımız deyə bilərik də, elə bilə zadına xətrinə dəyməsində etibar. Etibarda indi koltuğu biraz qızışmasın, yəni da onun gözəlliyin gətirmə formaları var da. Allah ona da can sağlığı versin ki, bundan sonra bir 45 ildə oturmasa bizi yola versin, bir 45 ildə bizi yola versin, hər bir şey gözəllik olur da hamımıza. Hamımıza ailə xoşbəxtliyi, gözəl günlər, həyatda neyiniyim, necəliyim deməyəsiniz. Gördüyünüz günlər, eşitdiyiniz anlar həmişə sevinçli olsun. Öpürəm hamınızı. Allah hamımıza can sağlığı versin, ailə xoşbəxtliyi versin. Sağ olun. Teşekkürler. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ ol, qardaş, sağ ol. İçənlər də Sağ ol, Etibar. Götür də ara. Götürdüm, içdim mən ucu. Oy. Və bunun ürəyi yanında. Basım hələ düzəl duruyor, basım. Utancaq olurlar. Hələ yenə utancaqsa, Elə həmin adam. Dünya utancaq var, dünya Hala o dünyanın başa vurdu. Şahzeyne desən deyəcək ki, belədir. Məhləsini niyə daşdırsan ayırma? Sonra da deyirsən ki, niyə sığ ərdindən istifadə edir? İndi orada nədir vəzifəmiş, gedib dəymişsin. Gezmişəm, 4-5 dəfə, 5 dəfə gittim. Axırıncı illərdə də, bu dəfə. Sentyabrda. Sağlıq qismət eləsin. Amin. Evlatları ilə, nəvələri ilə sevinsin. Amin. Onların toylarını görsün. Amin. İnşallah. Amin. Nə deyim, nə eləyim bilməsin. Allah rüzülərini yetirsin. Amin. Sağ olun. Amin. Sağ olun. Yazmaq üstə o qədər deyəcək. Sağ olayım. Sağ ol, sağ ol. Sağ qardaşlar. Yadındadır. Əyləşən oturmuşuq, içimizdə elə belə formada yox, gözəllik formasında. Oturduğumuz
o partaların, güzelliklerin güzelleri olan nümayəndələrimizin biri buradadır. Heç olmasa her bir şeyle yok da. Allah ona can sağlık versin ki bugün geldik bizim meclisimizin böyle güzelliğini yarattı. Güzelliği de Allah Teala'dan bu bacımıza güzel can sağlığı arz eləyək. Hayatta neyini yiyeceğim demesin. Yüreğinde ne arzu tutup Allah Teala onu yerine getirsin. Onun güzelliğin, sağlamlığın Allah Teala elinden almasın. Bu içeriği, bu güzel bacımızın deyirik de bizim bacımızdır. Bacımızın sağlığına. Hiç adını da demirəm. Yani bizim bacımızın Dilbərin sağlığı. Adını demirəm, bizim bacımızın sağlığına. Adıyla böyüsün, Allah ona can sağlığı versin. Hamımız yani başa düşürük ki o bizim bacımızdır. Başka forması ola bilmez. Allah ona can sağlığı versin. Onun sağlığı. Sağ ol. Həmişə belə görüşlərimiz çox olsun. Sağ ol. Etibar, bu geçsin. Sümüyümüzü, etimizi yediriz. Siz mənim qohumlarım deyilsiniz, amma inanın ki, mənim aləmimdə qohumlar qədər əziz. Çünki bizim nəyə görə, həmin bizim gənclik dövründə ortaq xatirələrimiz çox olsun. Həm də ki, inanın ki, bax, burada əyləşənlərin bir çox mən yüksək səviyyəli hörmət görürəm. Ona görə əziz. Allah sana sağ inanın ki. Ona görə də əziz tələbə yoldaşlarım deyirəm, çox əziz tələbə yoldaşlarım deyirəm. Bugün həyatımızın ən xoş günlərindən biridir, bəyək dediyim kimi. 45 ildir, bəyək kimsə dedi ki, kimə qismət olmaya bilər. Bu mənada çox şükür ki, bugün 45 ildən sonra yenə bir yerdəyik, bir aradayıq, görüşürük. Mən şəxsən böyük təəssüratlarla qayıdıram. İnan ki, böyük bir zəngin təəssüratlarla qayıdıram. Keçən dəfəki 9 il bundan əvvəlki görüşümüzdən necə, hansı zəngin təəssüratlarla qayıtmışdımsa, heç də ondan geri qalmayan bir təəssüratlarla qayıdıram. O təəssüratları bağışlayanlardan hər biriniz, bayaqdan yoldaşlar, qardaşlar mənə dedilər ki, biraz təşkilatçılıq eləmişəm. Yox, inanın ki, hamısı hər bir çətinliyə, fiziki mənada çətinliyə məruz qalanda sizi gözümün qabağına gətirmişəm və sizə olan o hörmətim, izzətim, sayğım, sevgim, inanın ki, o sevgilər, o sizin hərəkətləriniz, mənə qarşı olan münasibətlərimiz məni ruhlandırıbdır. Mən ildırım da olsaydım, şimşək də olsaydım, əgər siz olmasaydınız, siz gəlməsəydiniz, mən tək olaraq nə ara bilərdim? Ona görə bir daha hər birinizə təşəkkür edirəm, gəldiyinizə görə, hər biriniz bayaq dediyim kimi, tədbirimizin, görüşümüzün böyük bir, kiçik bir hissəciyinə çevrilməyinə baxmayaraq, amma bütövlətdir, böyükdür sevincimiz. Allah canına sağlık versin. Sağ olun, hər birinizin sağlığına, amma Ərşad demiş, yaxşı olar ki, əlaqələrimizi daha sıx eləyək. İndi kim istəmir özü bilər, amma dar dairəmizin sağlığına. Sən də bunu çox çəkmir, boyuna durmasana. Bundan sonra da kimdən sonra yeri yox. Sağ olun, bu dar dairəmizin sağlığına. Bütün tələbə yoldaşlarım, amma dar dairəmizin sağlığına. Bir kəlmə deyin, əlavə edin. İsmail